Salam birincilər, hər birinizi xoş gördük kanalımda. Sizə kömək lazımdırsa və yaxud da özünüzə əminsizsə, elə isə gəlin özünüzü məndən yoxlayın. Kim ki bu həftə alış-veriş mövzusunda çətinlik çəkdisə, elə isə özünü mənimlə birlikdə sınasın. Gəlin başlayaq. Diqqətli olun və pulları düzgün hesablayın. 1 kiloqram pomidorun qiyməti 4 manatdır. 2 kiloqram pomidor alan Əsmər sənə 10 manat verdi. Ona nə qədər pul qaytaracaqsan? Deməli, əgər 1 kiloqramın qiyməti 4 manatdırsa, Əsmər isə 2 kiloqram alıb. Ona görə də mən neynəməliyəm? 4 manatı toplamalıyam. 4 manat ilə yazacağam bura 4 manat. Üstəgəl 4 manat. Bərabərdir 8 manat. Düzdürmü? Və Əsmər sənə, mənə, yəni mən satıcıyam, mənə 10 manat verdi. Mən Əsmərə nə qədər qaytarmalıyam? 10 manatdan 8 manatı çıxaram və alaram 2 manat. Deməli, mən Əsmərə 2 manat pul qaytarmalıyam. İkinci tapşırığa, məsələyə baxacaq. Kələmin 1 kiloqramı 3 manat, badımcanın 1 kiloqramı isə 4 manatdır. Hər tərəvəzdən 2 kiloqram alan alıcı sənə nə qədər pul verməlidir? Mən burada neynəməliyəm? Əgər mənə hərəsindən 2 kiloqram aldı deyirsə, hər bir tərəvəzin qiymətini 2 dəfə toplamalıyam. Yəni, kələmin əgər kiloqramı 3 manatdırsa, mən burada 3 manatı 2 dəfə toplamalıyam. Çünki kələmdən 3 kiloqram alıb, olub 6 manat. Və badımcanın kiloqramı isə 4 manatdır. Ona görə də 4 manatı 2 dəfə toplayacağam və bərabər olacaq neçəyə? 8 manata. Amma bununla bitmir. Niyə? Deyir ki, mənə nə qədər pul verməlidir alıcı? Mən baxıram ki, pomidordan 6 manat, badımcandan 8 manat. Ona görə də bura yazıram ki, 6 manat üstəgəl 8 manat bərabərdir 14 manat. Siz özünüzə güvənirsinizsə, burada 3 üstəgəl 3 yazmaq əvəzinə birbaşa 6 manat üstəgəl 8 manat bərabərdir 14 manat da yaza bilərsiniz. Üçüncü məsələmiz. 14 manatlıq alış-veriş edən müştəri sənə 20 manat ödədi. Sən onun pulunun qalığını 2 kağız pulla qaytardın. Bunlar hansı pullardır? Hansı pullar olduğunu tapmaq üçün mən əvvəlcə nə qədər pul qaytarmalı olduğumu tapmalıyam. Yəni, 20 manatdan çıxmalıyam 14 manatı. Və yerdə qalır neçə? 6 manat. Biz də bilirik ki, 6 manatını düzəltmək üçün bizim hansı manatlıqlarımız var? 1 manatlığımız və 5 manatlığımız. Deməli, 1 manatla 5 manat eləyəcək 6 manat. Biz də bilirik ki, bizim 2 manat, 3 manat, 4 manatlığımız yoxdur. Ona görə də bu vasitə ilə, bu üsulla toplayıb tapacağıq. Keçək indi 4-cü məsələmizə. 6 manatlıq alış-veriş edən müştəri əvvəlcə sənə 2 ədəd 50 qəpik verdi. O, daha neçə manat ödəməlidir? Burada ikisi çaşdırmasın. 2 dənə 50 qəpik nəyə bərabərdir uşaqlar? Yəni, 50 qəp, üstəgəl 50 qəp. 2 dənə 50 qəpi toplasam nəyə bərabər olacaq? Təbii ki, 1 manata bərabər olacaq. Yəni, 100 qəpiyə o da bərabər olacaq 1 manata. Və mənə deyir ki, 6 manatlıq alış-veriş eləyib. Əvvəlcə 1 manat ödəmişəmsə, burada da yazacağam ki, 6 manat çıx 1 manat bərabərdir neçə? 5 manat. Yəni, o 50 qəpiklərdən əlavə 5 manat daha ödənilməlidir. 5-ci məsələyə baxaq. Aysun 18 manatlıq alış-veriş etdi. O, bu məbləği hansı kağız pullarla ödəyə bilər? Biz də bilirik ki, bizim hansı manatlıqlarımız var. Ona görə də birini elə 10 manat yazaram. Sonra üzərinə bir dənə 5 manat gələrəm. Onlar neçə? 15 manat. Daha sonra 5 manat gələ bilmərəm, çünki 20 manat eləyəcək. Başqa da 2-3 manatlığımız olmadığına görə digər yerdə qalan 3 manatı 1 manatlıqlar şəklində toplayaraq yazıram. Yəni 3 manatı ayrı-ayrı yazıram və cavab olur 18 manat. 6-cı məsələyə baxacağım. 1 kiloqram xiyar 5 manat, 1 kiloqram alma 3 manat, 1 kiloqram banan 4 manatdır. Göstərilənlərin hərəsindən 1 kiloqram alan Mahmud satıcıya, yəni mənə 15 manat verdi. Ona nə qədər pul qaytarmalıyıq? Deməli, hərəsindən əgər 1 kiloqram deyirsə, burada mən gördüyüm bütün manatları toplayacağım. Gəlin baxaq. Əvvəlcə nə qədər pul tutursa, onun alış-verişi, onu tapmalıyam. 5 manat üstəgəl 3 manat, o da üstəgəl 4 manat olacaq neçə? 5-in üzərinə 3 gələcəm 8, 8-in üzərinə 4 gələcəm, olacaq 12 manat. Mən 12 manatlıq alış-veriş eləmişəm. Amma satıcıma, yəni mən deyəndə, yəni Mahmud eləyib və mən satıcıya 15 manat pul verib. Mən Mahmuda nə qədər qaytarmalıyam? Mahmudun verdiyi puldan çıxıram onun alış-verişinin tutduğu məbləği, yerdə qalır neçə? 3 manat qaytarmalıyıq Mahmuda. 7-ci məsələyə baxırıq. Müştəriyə 16 manat pul qaytarmalısan. Bu məbləğ hansı 4 kağız pullarla ödəyə bilərsən? Neyniyərəm? 10 manat yazsam,
5 manat yazsam, 1 manat yazsam burada 3 dənə kağız pul olacaq. Ona görə də mən burada 3 dənə 5 manatlıq versəm, bu olacaq 15 manat və bir dənə də 1 manatlıq gəlsəm, olacaq neçə? 16 manat. 8-ci məsələyə baxaq. 1 kiloqram yer kökü 2 manatdır. 12 manata neçə kiloqram yer kökü almaq olar? 2 sayaraq tapın. Əvvəlcə pulum 2 manatdır. Sonra vergül qoyuram. 2-nin üstünə bir dənə də 2 gəlirəm, 4 manat olur. Sonra bir dənə də 2 gəlirəm, 6 manat olur. Sonra 1-in gəlirəm 8 manat. Yəni bir dəfə 2 artıram da 10 manat və 12 manat. 1, 2, 3, 4, 5, 6. Kiloqramı 1 kiloqramı 2 manat olan yer köküdən 12 manata mən 6 kiloqram yer kökü ala bilərəm. Çünki burada 2 artırdıqda 1, 2, 3, 4, 5, 6 kiloqram almalıyam ki 12 manat ödəyim. 9-cuya baxaq. Burada nə deyir? Sara sənə 2 manat 50 qəpik ödəməlidir. O bu pulu neçə ədəd 50 qəpik ilə ödəyə bilər? Gəlin biz burada 2 manat 50 qəpik pulu 50 qəpikliklərlə toplayaq üst-üstə. 50 qəpik üstə gəl 50 qəpik. Bu neçə oldu? Təbii ki 1 manat və biz davam edirik yenə. Üstünə gəlirik yenə 50 qəpik. Oldu 1.50. Bir dənə də 50 qəpik oldu 2 manat və onun da üzərinə gələcəm. Bir dənə də 50 qəpik. 1, 2, 3, 4, 5 dənə 50 qəpik. Gəlin sayaq. 50, 50, 1 manat. Sonra bu 50 qəpik, bu 50 qəpik yenə də 1 manat oldu 2 manat. Və bir dənə də burada üstünə gəlsəm olacaq 2 manat 50 qəpik. Deməli, neçə dənə 50 qəpik oldu? 1, 2, 3, 4, 5 dənə. Yazırıq burada 5 ədəd. Və keçək sizlə. Burada yenə maraqlı tapşırıqlarımız var. Alış-veriş var uşaqlar. Gəlin alış-verişimizi eləyək. Burada bizə əşyalar verib, məktəb ləvazimatları və hər birinin altında da qiymətlərini göstərib. 1 ədəd çanta, 2 ədəd pozan almaq üçün nə qədər pul ödəmək lazımdır? Çantanı 1 ədəd dediyinə görə bura birbaşa yazıram 12 manat. Çünki çanta 12 manatdır və üzərinə gəlirəm. Pozanın biri 50 qəpik idi uşaqlar. 2 dənə pozan almaq üçün mən 1 manat ödəməliyəm. Yəni mən aldıqlarıma 13 manat ödəməliyəm. Sulu boya və qələm qabı almaq üçün nə qədər olmaq üçün lazım olan məbləği neçədir? Baxıram. Sulu boya 6 manatdır. Yazıram 6 manat və toplayıram nə ilə? Qələm qabı. Qələm qabının qiyməti isə 5 manatdır. Və ikisini topladığım zaman mən deməli 11 manat ödəməliyəm. Gəlin bunu bir balacalaşdıraq. Sonra bizə nə deyir? Həsən 1 ədəd yonan, 1 ədəd yonan, 2 ədəd pozan, 1 ədəd çanta aldı. O kassaya 20 manat ödədi. Kassiyer ona nə qədər pul qaytarmalıdır? 1 ədəd yonan 1 manatdır. Yazdıq bura 1 manat. Üstünə gəlirik. 2 ədəd pozan bayaq tapmışdıq ki, pozanın biri 50 qəpik isə ikisi 1 manatdır. Və 1 ədəd də çanta 12 manatdır. Neçə eləyəcək bunlar? 13, 14 manat. Və əgər satıcıya, yəni kassaya 20 manat vermişiksə, alış-verişimizdə olan sayı çıxacaq, alacaq 20-dən 14 çıxanda 6 manat satıcı bizə qaytarmalıdır. Ayselin 20 manatı var. O hansı məktəb ləvazimatından yalnız bir dənə ala bilər. Uşaqlar, buradakı digər ləvazimatların 20 manatın içərisində çox yerləşir. Məsələn, qələm qabından 4 dənə ala bilərik. Sulu boyadan heç olmasa 3-ünü ala bilərik 20 manata. Amma yalnız çantadan birini ala bilərik. Çünki çantanın ikisini alsaq, 12 manatın üzərinə 12 manat gəlsək 24 manat edəcək və biz də onu ala bilməyəcəyik. Çünki 20 manatımız var. İndi nə deyir? Mənim 10 manatım var. 2 ədəd sulu boya almaq üçün neçə manatım çatmır? Deməli, sulu boyanın qiyməti 6 manatdır. 2 dənə sulu boya olacaq 12 manat. Mənim də əgər 10 manatım varsa, mənim cəmi 2 manatım nə olar? Çatmaz. Yəni burada misalda yaza bilərdiniz ki, 12 çıx 10 bərabərdir 2 manat. İndi görək burada bizə nə deyir? 2 manat pula neçə ədəd pozan ala bilərik? Pozanın qiyməti 50 qəpik olduğuna görə biz də bilirik ki, 1 manatın içərisində, yəni 1 manat bərabərdir 50 qəpiyə. Əgər 2 manatdırsa, deməli 50 qəp üstə gəl 50 qəp. Düzdürmü? Əgər söhbət 2 dənə manatdan gedir, deməli burada 4 dənə, gəl bunu silim onda. Yer çatmadı. Hə, deməli bizə lazımdır nə? 4 dənə pozan ala bilər. 4 pozan alır. Burada 4 yazıram. Cavabı. Qələm qabı və çantanın qiyməti birlikdə neçə manatdır? Çanta 12 manat idi, artıq yadımızda qalıb. Qələm qabı isə 5 manat idi. İkisini almaq üçün 17 manatımız olmalıdır. 2 manat 50 qəpiyə neçə ədəd yonan almaq olar?
Deməli, yonanın qiyməti yadımızdadır ki, 1 manatdır. 1 manat olduğuna görə 2 manat 50 qəpiyin içərisində 2 dənə manatlıq olduğuna görə biz də 2 ədəd ala bilərik. Hansı məktəb ləvazimatından 4 ədəd almaq üçün 20 manat ödəməliyik? Təbii ki, o əşya hansı əşya idi? Qələm qabı idi. Yazıram bura qələm qabı. Çünki onun qiyməti 5 manat idi. Və biz 5 manatdan 4 dənə qələm qabı alsaq 20 manat ödəməliyik. Çanta, qələm qabı, 4 pozanın birlikdə qiymətini 2 manatdır. Çanta 12 manat idi. Üstünə gəlirəm. Qələm qabı neçədir? Qələm qabı pozan. Qələm qabı 5 manat, pozan 50 qəpik. Qələm qabı üzərinə 5 manat gəlirəm və 4 dənə pozan neçə edəcək uşaqlar? Biri 50 qəpikdirsə, 2 dənə 50 qəpik 1 manat, 2 dənə 50 qəpik 1 manat. Deməli 2 manat da burada gələcəm üzərinə. Və cavabım olacaq neçə? 19 manat. Bu qədər uşaqlar. Ümid edirəm siz də özünüzü sınadınız və mövzu sınağında əgər istəsəz sizinlə birlikdə işləyib paylaşarıq. Hələlik.